Bir var idi, bir yox idi. Kiberkosmos adlı bir planetdə metal dağlarının arxasında yerləşən Neangrad adlı şəhərcikdə iki köhnə xidmətçi robot yaşayırdı. Onların adları R88 və Zeta 7 idi. Bu iki robot uzun illərdən bəri birlikdə bir hidroponik bağçaya nəzarət edirdilər. Burada nadir enerji bitkiləri və intergalaktik tərəvəzlər yetişdirirdilər. Bir gün R88 xüsusi genetik kodlarla kodlaşdırılmış Turbo adlı təcrübə tərəvəzindən bir dənə əkdi. Günlər, aylar keçdi. Bu turp elə böyüdü ki, bağın enerji skanerləri belə onu ölçməkdə çətinlik çəkdi. R88 turpu çıxarmağa çalışdı, amma mexaniki qollar bu dəfə işə yaramadı. Sakitcə dedi: Zeta, bu dəfə güc yox, ağıl və enerji lazımdır. Zeta 7 gəldi və dərhal analiz etdi. Kök hissəsi yerin dərin energetik qatına bərkidilib. Bizim onu fiziki güclə çıxarmağımız mümkün deyil. Koordinasiyalı enerji rezonansı bizə lazım olacaq. Siqnal göndərdi. Beta Child, enerji rezonans protokoluna qoşul. Beta Child, onların nanoduran övladı sürətlə uçub gəldi. Turbonun ətrafında dövrə vuraraq yeraltı təhlil etməyə başladı. Beta Child əlaqə qurdu. Astroped, güc dəstəyinə ehtiyac var. Plazma sahəsini yüklə. Astroped, ailənin sevimli plazma iti parlayan quyruğu ilə yaxınlaşdı və turpun bir tərəfində plazma işıq sahəsi yaratdı. Astroped interkomla səs verdi. Mecha-Cat, sabitləşdirici sahəni aktiv et. Mecha-Cat yavaşca gəldi və özünün mavi led işıqları ilə ikinci bir işıq axını yaratdı. İki fərqli tezlikli enerji sahəsi turpun ətrafını əhatəyə aldı. Nəhayət Mecha-Cat gözlərini bərəldib, yaxınlıqdakı bir küncdə gizlənən Micro-Mouse adlı bir miniatür təmir sıçanını çağırdı. Micro-Mouse, əsas rezonatoru bağla. Micro-Mouse cəsarətlə yaxınlaşdı və turpun altına yerləşdirilmiş mikro-rezonantın kontaktlarını birləşdirdi. Hər kəs yerini aldı. Zeta 7 saydı. 3, 2, 1. İşıq koordinasiyası. Ani bir anda turpun ətrafında qızıl rəngli enerji haləsi əmələ gəldi. İşıq partlayışı ilə birlikdə turp torpaqdan yuxarı doğru qalxdı və yavaş-yavaş havada asılı qaldı. Hamı yerindəcə sevinclə robotik siqnallar göndərdi. Turp nəhayət çıxmışdı. Onlar bu nadir tərəvəzi Kiber festivalda enerji salatına çevirdilər və bütün Neangrad sakinləri bu uğuru bayram etdi. Bu hadisə bir daha sübut etdi ki, əgər bir məsələni güclə həll edə bilmirsənsə, birlikdə işləyən texnologiyalar və ağıllı əməkdaşlıq ən böyük, ən möhkəm problemi belə həll edə bilər.